Salam, xoş gördük dostlar. Bugün 28 yanvar 2026-cı il Amerika səfirliyinin önündə toplaşmışıq DAS təşkilatının üzvləri olaraq. Azərbaycanda baş verən haqsızlıqlara qarşı, ədalətsizliklərə qarşı öz etirazımızı bildiririk. Və biz buradan dünyanın bütün azad media orqanlarına, azad təşkilatlarına səslənirik ki, Azərbaycanda olan haqsızlıqlara da bir nəzər yetirsin, İlham Əliyevlə olan münasibətlərinə təzədən nəzər yetirsin və Azərbaycandakı siyasi məhbusların azad olmağına, Azərbaycanda olan haqsızlıqlara, Azərbaycanda olan özbaşınalıqlara İlham Əliyev son qoysun. Biz bunu tələb edirik və tezliklə ümid edirik ki, Azərbaycanda baş verən haqsızlıqlar, ədalətsizliklər, siyasi məhbuslar azad olarlar və tezliklə öz ailələrinə qovuşarlar.